Hindistan və Pakistan arasında gərginliyin artması nüvə müharibəsinə səbəb ola bilər. Bu barədə Pakistanın Müdafiə Nazirliyi Havaca Asif Geo News telekanalına açıqlamasında bildirib. Əgər onlar regionu total müharibə meydanına çevirsələr və təhlükəsizlik təhdidi yaranarsa, o zaman hər an nüvə müharibəsi başlaya bilər. Havaca Asif vurğulayıb ki, Yeni Dehli hökuməti Pakistanı nüvə müharibəsinə sövq edərsə, Hindistan bunun yaratdığı nəticələrlə üzləşməli olacaq. Qeyd edək ki, Hindistan aprelin 22-sində Pahalgam bölgəsində 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq mayın 6-sında Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirilib. İslamabad hökuməti hücumlar nəticəsində 6 mülki obyektin vurulduğunu və 26 nəfərin öldüyünü bildirib.